Şair deyər, aya qalar yaman dərdli qocalıq, insan qocalanda şərmisar olur. Haq sözün deyəndə əncin əyərlər, söz qalar sinədə bir ambar olur. Oğul uşaq baxmaz gözünə, qəhərlənər əlin çalar dizinə, iki barmağını salar gözünə, gözü çıxar, ışıq günü tar olur. Oğul bövrün verər, yanında yatar, danışsa deyərlər, qoca bəsi də qutar. Gəlin yaman deyər, nəvə daş atar, arvad da onlara tərəfdar olur. Biçarə sıdqəli yoxdur qudrətin, qocalıq aparıb qədir hörmətin. Versənə dünyanın nazı neymətin, yesən dahanında zəhrimar olur. Söz belə gələn, söhbəti kimdən eşit? Göhcəli Aşıq Musadan. Aşıq Musa öz zamanında yaxçı bir aşıqlardan deyil. Deyirlər, Ələsgərin qardaş oğlusu idi. Atlı sanlı bir aşıq, o günlərdir ki, toya görüblər biləsin, geçsin ayrı kəndə, Göhcədən ayrı kəndə. Aşıq Musanı toya aparırlar. At gətiriblər, aşığın ehtiramı var. Mindirirlər ata, öz vilayətlərindən çıxandan sonra bir qədir yollar gəldi. Hangi kəndi dişimiz yox, ora toya gedirdi. Bir qədir öz sətlərindən yol açandan sonra qabaqda bir Erməni kəndi var, oranın içindən geçəcəkmişlər. Cəmahat tamaşaya durub, aşığı görürlər, şadlıq istəyirlər, aşıq hər yana geçsə, şadlıq sövər. Hər kəs aşığı görür dedi, öz-özünə arzu edirdi ki, mənim də oğlumun toyalı idi, mən də bu aşığı toya gətirəydim. Kəndin içindən yolumuş bir qədir gedəndən sonra Aşıq Musa gördü, qabaqda bir yığva var. O yığvanın içindən bir nəfər Aşıq Musa'ya tərəf gəldi. Salam Aşıq qardaş, dedi elə ki, məsələn, Aşıq, olar ki, mənə bu gecə qonaq olasan? Dedi, ay qardaş, bilmirəm adığı, amma mən toya gedirəm. Dedi, axı, mənim bir dərdim var. Dedi, nə mənədir? Dedi, gələ özü vaxt xüsusi deyəm, bu cəmaat içində olmaz. Dedi, xüsusi deyil, atı çəkib kənara, Aşıq Musa'ya, o adam deyirlər bir erməni idi. Dedi, vallahi mənim oğlum bir qız qaçırdı, bu qız da müsəlman qızıdır, gətirib emizə. İndi bu gələndən nə danışır, nə dinir, nə işləyir, yeməyin versən yiyər, oturub bir dənə səndəldə. Əslən o danışmaz. Biz bilmirik bunun dərdi nədir ki, bu danışmırıq. Amma bu qədir və sənə qovul verirəm. Düz dindi gelirsən toya. Mənim səndən bir saatlıq işim var. Əgər bu qızı sən danışdıra bilsən, səni dünya malından qən edərəm. Aşıq Musa dedi, yaxşı oldu, elə işimiz də rast gəldi. Çünki kətdən çıxmışam, biraz da çaysızam. Qeydib, bu Erməninin evində atın tutdular, ehtiramla Aşıq Musanı gətirdilər. Erməni dedi, qardaş, bax, bu otaqdadır bu qız. Amma Erməni otağı nişan verəndən sonra Aşıq Musa sazı ilə kesib məclisə, gördü doğrudan bir qızdır. Əyləşib səndən üstündə, öz zamanında müslimanəndür dünya yetirməyib. Qapıdan girəndə qəral da belədir, boş övdə olsa adam gələ salam versin, aman Aşıq Musa salam verir. Qız əslan orasında deyir. Əcəmicən salam aleyküm, ki öz dilimizdir və deyərlər bir urusuza da salam verdi, izdirasdır, dedi bəlkə bu qız urusdur. Gördü xeyir qız dinmədi, elə baxır, kirplik də vurmur. Dedi, qardaş, bunun adı nədir? Erməniyə dedi. Dedi, vallahi bilmirəm, mənim oğlum da bunu gətiribdir. Gətirəndən sonra üçün bu danışmır, oğlum da hövzələdən düşüb, qeylib, övdən çıxıb gedib. Amma gətirəndə bunun adına maral deyirdilər. Oğlum adına maral deyirdi. Bilmirəm gözəlliyinə maral deyirdi, ya elə bu qızın adı maraldır. Aşıq Musa dedi, hay qardaş, elə çaydan, söhbətdən, çörəkdən vacib,
mən bu qıza bir qatar oxuyam. Aldı görək, sazı şöynəyindən çıxartır Musa. Bu qızı nə cür dindirir? Dindirə bilir ya dindirən biri. Bu qatarı Abəşə Qulam burada demişdi. İstəyirəm ki, bunları bir kəlməsin mən deyən, bir kəlməsin sən, yadigar bu davarda qalsın. Mən səni görəndən bəri halım pərişandı maralı. O ləfləri şəhidi şəkər, xəstəyə dərmandı maralı. Asılıbdı qoynun içi, Kövsəri rizvandı maral. Dərd bilməz nə qız dedi, dərd biləni inandı maral, dərd biləni inandı maral. Dərd bilməz nə qız dedi, dərd biləni inandı maral, dərd biləni inandı maral. Mən səni görəndən bəri halım pərişandı maral. Açılıbdır qoynun içi, Kövsər rizvandı maral. Dərd bilməz nə qız dedi, dərd bilən inandı maral. Bu kəlməni deyən, amma qız cavab vermədi. 2000-ci kəlməsin görək nə cür dedi. Görmüşəm o məhdəm olur, olmuşam heyran sənə mən. Ay gəl əyləşməyin içimdə, eyliyim dövran sənə mən. Ad demirəm, mal demirəm, nə deyim qurban sənə mən. Ad demirəm, mal demirəm, nə deyim qurban sənə mən. Canla şirin matah olmaz, can sənə qurban maral, can sənə qurban maral. Görmüşəm o mahcamalın, olmuşam heyran sənə mən. Gəl əyləş məclisimdə, eyliyim dövran sənə mən. Ad demirəm, mal demirəm, nə deyim qurban sənə mən. Canla şirin matah olmaz, can sənə qurbandı maral. Amma qız cavab da vermir, kirpi də çalmır. Aşıq Musa öz-özünə dedi, olmuya bu mücəssəmə filan ola. Bu ərməni gətirə məni səriyəm, mən Aşıq Musayam. Dedi, qardaş, icazə verirsən, mən bir yaxından böyle bir əlimi vurum, yürüb bu mücəssəməzat deyil ki, ərməni güldü ki, mən səni sərməmişəm. Aman gəldi, Aşıq Musa, Fərani intihab, gördü ki, baba, bu adamdır, bəşərdir, qızdır. Öz-özünədir, belə ki olmaz axı. Bu nəcür adamdır ki, lal deyil, kar deyil, eşidir. Aman mənə cavab vermir, 3000 kəlməni götürüb biləcək. Şərəmi beynəylə düz, döndü saya bəslimin. Ağladı, daxıl düşdü, Tuğru Sinaya bəslimi, Tuğru Sinaya bəslimi. O Kur'an'ı yazdı yota,
yandırdı aya mescidimi. Kur'an'ı yazdı yota, yandırdı aya mescidimi. Zulüm erşe bülent oldu, asmana da yandı maral, asmana da yandı maral. Belə zulüm erşe bülent oldu, asmana da yandı maral. Siz Kərəmi beyləylədir, döndü İsa'ya bəslimi, ağladı, daxıl düşdü, Hur Sina'ya bəslimi, Qur'anı attı ota, yandırdı aya bəslimi. Zülüm ərşə bülənd oldu, asmana da yandı maral. Amma yenə qız cavab vermədi, Aşıq Musa dedi, olmuyor bu urus ola, gəl bir də urussun de buna. İndi bir qatarda urusuzla söhbət edir, danışır. Baydın saraydı yadıgan, suda sarılmaya isbit, bir adı baykuş yadıgan. Zarar ne sevoy dengi ne soğuk, gel yaramı yaşayadıgan. Biraz da yavuk mala doy, derdi geme düş yadıgan. El benimdir etek senin, ölürem aman maral, yatanlar oyandı maral. Benimdir etek senin, öldürem aman yandım aralay. Sağ ol. Sağ olasan. Bəli, bu kəlməni belə dedi. İdi suda bacarıska baydın saray tuş yazıqam. Suda sədiz maya isbit bir adı bayquş yazıqam. Zərel neçə vay dengi ne tov gəl yaramı aş yazıqam. Bir avla yavıq mala doy, dərdi qəmə tuş yazıqam. Əl mənim ətək sənin, ölürəm amandı maral. Yatanlar oyandı maral. Aman qız cavab vermədi. Öz-özünə dedik, belə kəlmələrindən olmaz. Gərək mənim dərdimi bir nəfər bilə. Aman götürüb, o urusunun dağısa birində dedi. Kurusu can idiydi, kurusu can idiydi. Farsı can biya biya, farsı can biya biya. Ecemi can dur gabura, can sana kurbandı maral, can sana kurbandı maral. Ecemi can dur gabura, can sana kurbandı maral, can sana kurbandı maral. Urusu can idi, farsı can biya biya. Əcəmi can dur gabura, can sənə qurbandı maral. Qız yenə özünü aldırmadı, aman Aşıq Musa sözün tapşırmasın.
Oynadı bir ay tarsa kızı, haydi kattım da Leyla'dı. Oynadı bir tarsa kızı, haydi kattım da Leyla'dı. Nəvlər yoşadı şəkəri, mən xəstiyam eylədi. Yıxdı evim qapasın, dağıtdı viran eylədi. Göyçəli aşıq Musamı, dərdindən əbdal eylədi. Keçər dövran sənə qalmaz, bu necə dövrandı maral, bu necə dövrandı maral. Göyçəli aşıq Musamı, dərdindən əbdal eylədi. Keçər dövran sənə qalmaz, bu necə dövran oldu maralay. Hamdını salamat. Sağ ol. Bəli, söz oldu ki, özü bir tərsə qıza idi, qəddimi dal eylədi. Bu kəlmənin burasına geçəndə, amman qız dilləndi. Qeyddə aşıq Musamman tərsə qızı deyirəm, mən elə müsəlman qızıyam. Vəlim məni bu erməni oğlu götürüb qaçıb, mən bir böyük elbəyinin qızıyam. Həqiqətən səni zəhmətə saldıq, bu qədir mənə söz oxudun və özü əlin atıb cibinə, şun pullu yer balası idi, bir qədir aşıq Mutuya pul və erməni də ki o yandan gördü, qızı dilləndirdi. Bir qədir də pul erməni verəndən sonra qız tapşırdı ki, gedirsən el içinə aşıq gəzəyən olar, mənim də sözlərimi, mənim ellərimə yetirəsən, məni gələrlər buradan apararlar. Odur ki, Ələsgərin çox sözləri var. Deyib ki, iki göl bir-birini tutmasa alan da yazıqdır, gələn də yazıq sözləri istəmədik.